16-cı sualdan davam edək. Deyək ki, alfa plus beta bərabər 110 dərəcə. Belə bir şəkil çəkilib. Bura fi verilib. Gamma, alfa, bu da beta. Mən nə demişdim? Demişdim üçbucağın xarici bucağı ona qonşu olmayan, bax bunun qonşusudur. Amma bu yox. Qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabər idi. Yəni fi bərabər idi. Alfa plus beta. Düzdür? Düzdür. Alfa plus betanın özü verib neçə dərəcədir? 110 dərəcə. Da sizə bu yazıq məsələ deyib də hər şey. Belə çıxır ki, bizim xarici bucağımız neçə dərəcədir uşaqlar? 110 dərəcədir. Bu belə dursun. Məndən isə nə istəyir? Alfa plus beta, oraya yazıram. Alfa plus beta plus 2 gamma minus fi istəyir. Bu bərabərdir suala. Gəlin baxaq görək burada nə edə bilərəm. Fi alfa ilə betanın cəminə bərabərdir. 110 tapdı. Uşaqlar, artıq mən qammanı tapa bilərəm də buradan rahatca, düzdür? Bundan bu qonşuda axı 110-dursa fi belə qammaya nə qalır? 70 dərəcə. Düzdür? 180-dan 110 çıxıram. Bunlar qonşudur da. Bura 70 qalır. Da burada tapıb qoyaram da yerinə. Verilənləri yerinə yazaram da. Alfa plus betanın nağdı 110-dur. Yazıram 110 üstə gələk. 2 gamma. 2 gamma 2-nin 70-ə vuranda nə eləyir? 140 dərəcə. Minus fi. Fi ilə necə tapdım? 110. Все. 110'lar getdi cavab eləyir. 140 dərəcə. Çox bəsit bir sual. 16-da 140 dərəcə olmuş olur. Açıq sual idi. 17. 17 də qəşəng bir sualdır. Belə bir şəkil çəkilib. Bir dənə belə. Bir dənə də belə. Uşaqlar verib ki, bunlar bir-birinə paraleldir. Çünki deyir ki, A D ilə paraleldir, B də C ilə. Orada üstünə basaz görərsiniz də A-nın D-nin B-nin. Bununla da bu paraleldir. Üstünə qoyuram belə ki, seçilsinlər. Görürsünüzmü? Paraleldirlər bunlar bir-birinə. Bax, bundan bu paraleldir. Bundan da bu paraleldir. Diqqətlə görsəz, baxsaz görərsiniz. Bura alfa verib. Bura beta verib. Qeyd edirəm. Bura gamma verib. Burada fi verib. Uşaqlar, biz paralel düz xətlərin, iki paralel düz xətin üçüncü kəsişməsindən alınan bucaqlar haqqında dərsimizdə demişdik. Çarpaz, uyğun, bir tərəfli bucaqlar alınır. Burada diqqətlə baxsaz görərsiniz ki, bunu buradan uzatsam, axı düz xət uzanır. Bu gamma ilə beta necə bucaqlardır? Çarpaz bucaqlardır. Çarpaz bucaqlar nə idi? Bir-birinə bərabər. Deməli, gamma bərabərdir betaya. Çarpaz bucaqdılar axı. Bax ona görə. İndi bura baxın. Uşaqlar, bu gamma ilə fi necə bucaqlardır? Gamma ilə fi də elə çarpaz bucaqdır da. Çarpaz bucaqdırlarsa, bunlar da bir-birinə nədirlər? Bunlar da bir-birinə nədirlər? Bərabərdirlər. Belə çıxır ki, elə bu da fiyə bərabərdir. Yəni, bu üç bucağın üçü də bir-birinə nədir? Bərabərdir. İndi məndən deyir ki, alfa plus 2 beta plus gamma minus 2 fi. Uşaqlar, gamma, beta, fi dedim də, bu bundan çarpazdır. Bu da bundan. Belə çıxır ki, bu üçü də bir-birinə bərabərdir də. Burada nə var ki, bunu tapmağa? Amma bir onu bilirəm ki, alfa ilə betanın cəmi neçə dərəcədir? 180 dərəcədir. Niyə? Sizcə niyə? Bir düşünün görək, niyə alfa ilə betanın cəmi? Çünki qonşu bucaqlardır. Yaxşı. İndi bunu bilirəm. İndi gəlib bunu hesablamaq istəyirəm. Görək, bu nə verəcək bizə? Burada yazıram. Bərabərdir. Burada, bax, bunun da yerinə, bunun da yerinə. Mən beta qoya bilərəm. Niyə qoymuram ki? Bayaq dedim ki, bu üçü də bir-birinə bərabərdir. Bax, yazıram. Alfa plus 2 beta. Üstə gələk. Gammanın yerinə bax, nə qoya bilərəm? Beta. Elə bir dəyişənləri eyniləşdirirəm ki, işim rahat olsun. Bir də çıxaq 2. Fi'nin də yerinə nə qoyuram? Fi də betadır axı. Yazıram beta. Çarpazlıqdan bayaq aldım da. Alfa plus 2 betanın üstünə beta gəldim. Nə elədi? 3 beta, 3 betadan da 2 beta çıxdım, qaldı elə beta. Alfa plus beta nə verdi? Bayaq nə tapdım alfa plus betanı? 180 dərəcə. Məndən nə istəyirdi? Məndən bu ifadənin qiymətini istəyirdi. Bu da elə gəldi, çıxdı alfa plus beta, o da 180 dərəcə verdi. Yəni 17-də cavab 180 dərəcə olmuş olacaq. Çox gözəl, maraqlı sual idi. Yəni burada yalnız çarpaz bucaqların xassəsindən istifadə edib, üçünün bir-birinə bərabərliyindən istifadə edib, fi, gamma və fi bucaqların yerinə beta ilə işarə elədim. Artıq gerisi, belə deyək də, çox rahat şəkildə misalım getdi. 17 və keçək 18. Artıq sınavımız az qalıb suallarına.
18. Bax, bu dərsi təzəlikcə izah eləmişdim. Keçən dərsdə deyəsən izah eləmişdim. Perimetr 60-dır. Yəni, sağ olsun, olsun da 60, lap yaxşı. İti bucağın tangensi 4-də 3 olan düzbucaqlı üçbucaq. Tez çəkirəm düzbucaqlı üçbucağın. Bunu bilmək üçün, uşaqlar, bunu həll edə bilmək üçün sən bucağın tangensini bilməlisən. Demişdim ki, məsələn, bu bucağı götürürəm. Gedin dəftərinizi açın, yazdırmışdım, demişdim, izah eləmişdim. Bucağın tangensi qarşıdakı katetin digər katete olan nisbətidir. İndi deyir ki, tangens alfa deyir 4-də 3-dür. Yaxşı, tangensi bucağın deyir, iti bucağın tangensi. Baxın, sözündə nə deyir? İti bucağının tangensi. İti bucağının tangensi, yəni alfa bucağının tangensi. Nə dedim? Qarşıdakı katetin digər katete nisbəti. Yəni 3x, 4x. Baxın, 3-ün 4-ə deyil nisbət. Mən də qarşıdakı katetin digər katete nisbətini 3-ün 4-ə yazdım. Bəs Pifaqor ədədlərinə əsasən bu 3x, bu 4x isə 5x olar, olmaz? Olar əlbəttə. 3, 4, 5 demişdik. Yəni 3-ün kvadratı plus 4-ün kvadratı bərabərdə 5-in kvadratını verir. Yəni Pifaqor ədədlərinə əsasən. Bitdi bu qədər. Artıq perimetrim 60-dır. Perimetr nədir? 3 tərəfinin cəmi yazırım. 3x plus 4x plus 5x bərabər 60-dan dərəcə yazdım. Olmaz. Nə edir bu? 7, 5, 12x bərabər 60, x bərabər 5. Nə istəyir məndən? Kiçik hündürlüyünü. Hə, indi gələk maraqlı. Məsələnin ən qəşəng yeridir bura. Demişdim ki, düzbucaqlı üçbucaqda əslində bu katetdə hündürlükdür. Bu da elə bir ki, bu katetə çəkilmiş hündürlük, bu tərəfə çəkilmiş hündürlükdür. Yəni katet həm də hündürlük rolu oynayır. Bu digər katet isə bu katetə çəkilmiş həm katetdə, həm də hündürlükdür. İndi fikir verin, mənə bunları demir, mənə deyir kiçik hündürlüyü tapın. Uşaqlar, mən sizə hündürlüyü ilə əlaqəli bir şey demişdim. Dedim ki, üçbucaqda kiçik hündürlük böyük tərəfə çəkilmiş hündürlük, böyük tərəfə yəni çəkilən hündürlükdür, kiçik hündürlük. Bizdə böyük tərəf demişəm, düzbucaqlı üçbucağın ən böyük tərəfi harasıdır? Hipotenuzudur. Deməli, məndən bax bu hündürlüyü istəyir bu. Bu hündürlüyü istəyir uşaqlar. Aydındır? Çünki kiçik hündürlük deyir axı. Yaxşı, buranı təmizləyirəm. X-i 5 tapmışam bu arada. X-i 5 tapmışamsa 3-ü 5-ə vurdum 15, 4-ü 5-ə vurdum 20, 5-i 5-ə vurdum 25. Sən bu hündürlüyü tapa bilmək üçün düzbucaqlı üçbucağın hipotenuza çəkilmiş hündürlüyün düsturunu bilməlisən. Bəli, bax düsturları deyirəm, əzbərləyin. Buna görə deyirəm. H-ın düsturunu yazıram. H bərabər A vur B böl C. A vur B böl C. Bu H-ın düsturuydu. Katetlərin hasilinin hipotenuza olan nisbəti. Yəni 15, görürsünüz də 15 tapmışam da. Vur 20 katetlər. Böl hipotenuzuna tapdım. 25. 5'e ixtisardan 5, 5'e ixtisardan 4, 5'e 1, 5'e 3, 3'ü 4'e vurdum. Cavab 12 etmiş olur. 18'de cavab 12. 19. Tapım 19. sualı. 19. sual. Efendim. 19 yazaq. Deyir ki, bir düz xət üzərində ardıcıl. Yenə də adi düz xət. Görürsünüz, bunun nə qədər məsələ var. A, B, C, D. Biraz deyəsəm uzun olacaq. Bir dəqiqə. Görüm, lövhəni biraz çəkəbilirəm, rahat olsun. A, B, C, D. Bir də nə deyir ki? D, bir də Y. Deyir ki, bu nöqtələri verir. Çünki bir düz xət üzərində ardıcıl olaraq. Ardıcıl dedim, mən də ardıcıl yazdım. Nöqtələr vermişdir. Deyir B nöqtəsi A, C parçasının. Bax bu B, bax bu B. AC-nin orta nöqtə dedim. Yəni bunu deməli AC-ni nəyə bölür? Yarıyır. Məsələn, bura A versəm, bu da A olmalıdır. Axı B bunun ortasıdır, ona görə. C nöqtəsi, bax bu C, deyir bu C. BD parçasının, hanı BD? BD bu deyil, bax budur. Bax bunun orta nöqtəsidirsə bu C. Onda buradan bura A-dırsa, mən buradan bura da bu A-nı şərti olaraq vermişəm, ha, özümdən verdim. Bu da A olur, düzdür? Və deyir D nöqtəsi isə B-nin, bu biraz şəkil atsud görsənə bilər. Şəkil biraz atsud görsənə bilər. Diqqətli olaq. D nöqtəsi deyir B-nin
ortasında yerləşir. Yəni biraz şəkil bura yerləşmədi deyə mən balaca çəkdim. Yəni buradan bura məsafəyə nədir? Bərabərdir. Buradan bura 2A-dırsa, buradan burada nə olmalıdır? 2A olmalıdır. İndi nə deyir? Deyir ki, A-yı 40-dır. A-yı hardan hara qədərdir? A-yı buradan bura qədərdir. A, 2A. A, 2A. %16 vermiş olur. Aydındır. Deməli 19'da cavab 16 olmuş olur.